Salam uşaqlar, yenidən mən Ayda müəlliməni sizinlə elektromaqnit rəqsləri və dalğaları bölməsindən olan maraqlı bir məsələnin həllinə baxacağım. Məsələdə bizə deyir ki, rəqs konturunda elektrik sahəsinin enerjisinin maqnit sahəsinin enerjisindən asılı qrafiki verilibdir. A nöqtəsində kondensatorun gərginliyinin ani qiyməti, baxın, gərginliyin ani qiyməti U ilə işarə olunur. Gərginliyin ani qiyməti maksimal qiymətindən 2 dəfə az olarsa, bu anda maqnit sahəsinin enerjisini hesablayın. Baxıram ki, qrafikdə həm elektrik sahəsinin enerjisi var, həm də maqnit sahəsinin enerjisi var. Hər ikisi olduğu halda bilirik ki, biz bunların cəmi bizə verir tam enerjini. Yazdım. Məndən də burada maqnit sahəsinin enerjisini soruşduğu üçün bunu tapıram. Yazıram tam enerji çıxılsın, elektrik sahəsinin enerjisi. Burada bizə gərginliyin ani qiymətini və gərginliyin maksimal qiymətini verdiyi üçün elə bir düstur yazmalıyam ki, elektrik sahəsinin enerjisinə aid və tam enerjiyə aid. Onların içərisində gərginlik olsun. O hansı düsturdur? Vm bərabərdir. Tam enerjinin yerinə yazacağım. Cum kvadratı böl 2. Elektrik sahəsinin enerjisinə də gərginliyin ani qiymətindən əlaqəli düstur. Yəni Cu kvadratı bölünsün 2-yə. Burada baxıram ki, hər iki düsturda S bölünsün 2 mövcuddur. O zaman onu nə edə bilərəm? Mötərizə xaricinə çıxardaram. Yazaram ki, Vm bərabərdir. S bölünsün 2 mötərizə xaricində U'nin kvadratı çıxılsın U kvadratı da nə olacaq? Mötərizənin içərisində. İndi nə edirik buradan? Qoyaq yerinə. Vm bərabər S bölünsün 2 olduğu kimi qalacaq. U'mi bizə verməyibdir. Olduğu kimi yazdım. Amma U'nu bizə başdan Um bölünsün 2 kimi verib. Onu da kvadrata yüksəldəndə olur nə? U'min kvadratı bölünsün 4 bərabərdir. Yenə S bölünsün 2 olduğu kimi qalacaq. U'min kvadratından U'min kvadratı bölünsün 4'ü çıxanda biz nə alırıq? 4'də 3 U'min kvadratı. Bu da verir 2'ni vururam 4'ə 8. Burada da nə qalır? 3 Cum kvadratı bölü Cum kvadratı və salam. Bu bizim aldığımız nəticə nəyin qiymətidir? Maqnit sahəsinin enerjisidir, düzdür? Maqnit sahəsinin enerjisi. İndi mənə deyir ki, maqnit sahəsinin enerjisini təyin et. Almışam ki, 3 Cum kvadratı bölünsün 8'dir. Amma bunu bu cür saxlaya bilmərəm axı. Mən nə etməliyəm? Mən tam bir qiymət almalıyam. O zaman bura baxıram ki, burada mənim tam enerjimin qiymətini də veribdir. O zaman yazıram. Tam enerjim nəyə bərabərdir bilirik? Cum kvadratı bölü 2 deyilmi? Bunun qiymətini mənə verib 200. 200 bərabərdir Cum kvadratı bölü 2. İndi mən nə edəcəm? 3 Cum kvadratı bölü 8 düsturundan mən gətirəcəm. Cum kvadratının buradan qiymətini tapacağım. Buradan Cum kvadratını tapanda 400'ə bərabər olur, düzdür? Gətirib burada yerinə qoyacağım. 3 vurulsun. Cum kvadratını tapdım 400. Qoyuram yerinə. Bölünsün 8. O zaman buradan nə alıram? 400'dən 8'i ixtisap aparanda burada qalır 50. 3'ü də 50'yə vuranda cavab alınır 150. Demək ki, mənim maqnit sahəmin enerjisinin qiyməti 150'yə bərabər oldu. Siz də mənimlə bərabər bu cür maraqlı məsələlərin həllərinə, gedişatına baxmaq istəyirsinizsə, mənlə bərabər fizikanı sevmək, öyrənmək istəyirsinizsə, o zaman tələsin, qeydiyyatdan keçin, dərslərimizə qoşulun.